Üçüncü söz. Bismillahirrahmanirrahim. Ya eyyühen nâsı budu. Ey insanlar ibadət edin. İbadəti bir cümləyə tərif edə bilərsiniz. İbadət deyiləni eləmək, qadağalardan da çəkinmək. İbadət nə böyük bir ticarət və səadət. Böyük bir ticarətdir, az bir şeydən çox kar və səadət, yəni xoşbəxtlik. Fısk və səfahət. Fısk nədir? İbadətin tam əksi. Deyiləni eləmirsən, qadağaları eləyirsən amma. Və səfahət. Səfahət nədir? Nəfsin dediklərini eləyirsən. Əyləncə, həvas. Nə böyük bir xəsarət və həlakət olduğunu anlamaq istərsən, şu təmsili hekayəyə bax, dinlə. Yəni Allahın dediklərini eləsəm, xoşbəxt olacağam. Bəli. Çox böyük qazanc əldə edəcəksən. Dediklərini eləməsəm, böyük bir zərər əldə edəcəksən və həlakət edir. Bir vaxt iki əsgər uzaq bir şəhərə getmək üçün əmr alıyorlar. Bərabər gedərlər. Ta yol ikiləşir. Bir adam orada bulunur. Onlara der, şu sağdakı yol heç zararı olmamakla bərabər, onda gedən yolculardan ondan 9'u böyük bir kar və rahat görür. İki əsgər də bir əmr alırlar ki, filan yerə gedin. Gedirlər bir yol ayrıcına rast gəlirlər. Orada da bir nəfər durur. Deyir ki, burada sağ yol var. Burada gedənlər heç biri zərər görməyib. Onda gedən yolculardan ondan 9'u böyük bir kar və rahat görür. Kar nədir? Xeyr, fayda. Yəni sağdakı yoldan heç bir zərər yoxdur. Gedənlərdən onda 9'u böyük bir fayda görübdür. Soldakı yol isə mənfaatı olmamakla bərabər 10 yolcusundan 9'u zərər görür. Həm ikisi qısa və uzunluqda birdirlər. Yəni sağ yolda, sol yolda uzunluğu eynidir, məsafə eynidir. Yəni növbətini oxumasam mən belə anlayıram ki, hər kəs sağı seçər. Amma burada bir şərt var. Yalnız bir fark var ki, intizamsız, hükümətsiz olan sol yolun yolcusu çantasız, silahsız gedir. Zahiri bir xiffət, yəni yüngüllük, yalançı bir rahatlıq görür. İntizam əskəri altındakı sağ yolun yolcusu isə, intizam əskəri nədir? Əskərlik nizamında altındakı sağ yolun yolcusu isə müqaddi xülasalardan dolu 4 oqqalıq bir çanta. 4 oqqa nədir? 4 kiloluq. Hər bir oqqa 1,4 kilo təxminən. Müqaddi xülasalar nədir? İçində bəzi ləvazimatlar var, qida var, nə var? Xülasalardan dolu 4 oqqalıq bir çanta və hər aduvu alt və məğlub edəcək 2 kiyyəlik mükəmməl miri silahı taşımağa məcburdur. Və hər düşməni məğlub edəcək 2 kiyyəlik, kiyyə yenə oqqa, bir tam mində 282 kilo miri silahı taşımağa məcburdur. Sol yolun yolcusu heç nə götürmədi, zahirən bir yüngüllük var. Ölkədə heç bir qayda qanun yoxdur, nə istəyirsən elə, nə silahı var, nə çanta. Sərbəstlik var da zahirən. Sağ yolda isə bir nizam intizam var da müəyyən ağırlıqda bir çanta, bir də silah götürməlidir. Həm nizama intizama tabe olmalıdır, həm də silah almalıdır. O iki əskər, o müarrif adamın sözünü dinlədikdən sonra, müarrif, bilən adam, elmli adam, sözünü dinlədikdən sonra şu bəxtiyar nəfər sağa gedir. Nəfər əskər demək. Bir batman ağırlığı omuzuna və belinə yüklər. Bir batmanda, yəni bunların cəmdə 7,7 kilo. Fakat qəlbi və ruhu binlər batman minnətlərdən və qorxulardan qurtulur. Zahirən nə oldu? Bir ağırlıq var, maddi olaraq bir ağırlıq var. Amma qəlbi və ruhu minlər batman qorxulardan və minnətlərdən qurtuldu. Ötəki bədbəxt nəfər isə əskərliyi buraxır. Nizama tabe olmaq istəməz. Sola gedir. Deyir, mən sərbəst rahat getmək istəyirəm. Cismi bir batman ağırlıqdan qurtulur. Yükü götürməli. Fakat qəlbi binlər batman minnətlər altında və ruhu hadsiz qorxular altında əzilir. Həm hər kəsə dilənci, həm hər şeydən, hər hadisədən titrər bir surətə gəlir. Niyə diləncidir? Niyə diləncidir? Çünki bir çantası yoxdur, özünə məxsus bir qida, heç nə yoxdur bu. Və hər şeydən, həm hər hadisədən titrər. Niyə titrəyir? Niyə? Çünki heç nə yoxdur. Bir düşmən çıxsa qarşısında aciz, zəifdir. Silahı yoxdur. Silahı yoxdur. Ta mahalli məqsuda yetişir. Lazım olan yerə gedib çatır. Orada asi və qaçaq cəzasını görür. Niyə? Çünki nə silahı var idi, nə də bir qaydaya tabe olur. Orada nədir? Asi. Yəni üsyan edən. Qaçaq. O ölkədə nizam intizam var idi, yoxsa yox idi? O ölkədə nizam intizam var, mütləq var. Onu hardan bilir o adam? Hardan bilir? Yoldan bilir. Yəni ağlı ilə oradan anlaya bilərdi ki, burada hər şey nizam intizamlıdır. Mən də nizam intizama tabe olmasam əziyyət çəkəcəm. Bunu ağlı ilə anlaya bilərdi orada. Gedən adam. Bəli, gedən adam. Deyir də zaten. Bax, deyir ki, yalnız bir fark var ki, intizamsız, hökumətsiz olan sol yolun yolcusu. Hökumət də yoxdur orada. Hökumət yoxdur, intizam yoxdur. Ən axırda deyir ki, amma asidir bu. Hökumət olmayan bir dənə asi oldu. Çünki zaten sənə əmr edilib. Əmr edilibsə, burada bir boşluq hiss edirəm abi. İkinci sözdə bu məsələni həll edir. İkinci sözdə deyirik ki, onun nəzərində hər şey əskərlik kimidir, şəhrayindir, nə bilim nədir. Bunlar başdan əmr alıblar yoxsa yox? Başdan əmr alıblar. Ən başda bunlar deyir ki, bir vaxt iki əsgər uzaq bir şəhərə getmək üçün əmr alıyorlar. Zaten bunlar əskərdir. Əmr alırlar. Tamam, sonra biraz gedən kimi yol ikiləşir. Tamam, sonra. Burada da bir nəfər dayanıb, müarif adam deyir. Yəqin ki, bu da əmr verənin bir adamıdır da, orada dayanan, yol ayrıcında dayanan var. Onun kim olmağı önəmli deyil demək. Məqsəd o başdan o şəhərə gedib çatmaqdır. Şəhərə çatanda ən başda əmr verənə hesab verəcək. Bəli. Ortada zaten bir nəfər bunları məlumatlandırmaq üçün qoyubdur. İndi bunların əslində kim olduğunu deyəcək yenə də. Tamam. Əsgərlik nizamını sevən, çanta və silahını mühafizə edən və sağa gedən nəfər isə
Bu hər şey qaydasında da bunda. Əsgərlik nizamını da sevir, özü istəyir. Kimsədən minnət almayaraq, Zaten bunlar əskər idilər. Başdan əskər idilər yəni. bəli, kimsədən xaff etməyərək, Xaf. kimsədən minnət almır, kimsədən də qorxmur. Rahat qalb və vicdanla gedər. Həm qəlbi rahatdır, həm vicdan rahatdır. Niyə rahatdır bu? Qəlbi niyə rahatdır? Çünki qarşısına çıxacaq bütün təhlükələrə qarşı bir müdafiəsi var. Vicdan niyə rahatdır? Çünki deyiləni eləyib artıq. Ona verilən əmri eləyib. Mən vəzifəm budur, bunu eləməliyəm. Vicdan rahatdır artıq. Çünki öz vəzifəsini eləyib adam. O biri niyə vicdanla rahatdır? Çünki deyiləni eləməyib. Qəlbi niyə narahatdır? Çünki heç nə yoxdur əlində. Acizdir, düşmənlər də çoxdur. İkinci sözdəki adamla bu adamın fərqi var. İkinci sözdə necə bilirdi hər şeyi? Buna düşman görür. Çünki təsadüfən ortaya çıxıbdı burada. Heç bilmir padşah, bilmir sultanın olduğunu, var olduğunu bilmir. Hökumət yoxdur ümumiyyətlə. Amma burada ən başdan bu adam əmr alıbdı. Əmr alıb və əmrdən çıxır yolun ortasında. Çünki biraz ağlını işlətsə, bilər ki, bu əmrə tabe olmaq nə qədər faydalıdır. Əmrdən çəkinmək, qadağanları eləməkdə nə qədər zərərlidir. Svetoforda məsələn qırmızı işıqda heç kim yoxdur, ha, heç bir piyada yoxdur. Qırmızı işıqda keçmə, işıq orada. Sən artıq vicdanın narahat olur. Niyə? Çünki qaydaya tabe olmadın. Bir yerdə posta saxlayacaqlar məsələn. Hə, və yaxud sürücülük vəsiqən olmadan gedirsən. Bilirsən ki, düzgün iş görmürsən. O səni narahat edir. Problem varsa və deyiləni də edirsənsə, rahatsın. Əsgərlik nizamını sevən, çanta və silahımızı mühafizə edən və sağa gedən nəfər isə kimsədən minnət almayaraq, kimsədən xaff etməyərək rahat qalb və vicdanla gedər. Ta o matlub şəhərə yetişir, tələb olunan şəhərə yetişir. Orada vəzifəsini gözəlcə yapan bir namuslu əsgərə münasib bir mükafat görür. Vəzifəni normal edən əsgərə nə mükafat verirlərsə, buna da o mükafat verilir. İndi Namuslu əsgərdir. Namus nədir? namus qaydadır. Qaydalara tabe olmaq. Namus Yunan sözlü qayda qanun demək. Ha. İşte ey nəfsi sərkeş. İndi gəldi həqiqətə. Sərkeş nəfs nədir? Hekayəmiz qurtardı. Bəli. Sərkeş, sər baş deməkdir. Baş silkələnə. Başdan xarab nəfs. Hə, başdan xarab nəfs. Bil ki, o iki yolcu, biri muti kanunu ilahi, Allahın qanunlarına tabe olan. Birisi də asi və həvaya tabe insanlardır. Allaha isyan edən və öz nəfsinə tabe olan insanlardır. Normalda Allahın qanununa tabe olmursa bir insan, mütləq ki bir qanuna, ibadət deyirik, qulluq. Mütləq ki bu adam bir şeyə quldur. Nəfsinin həvəsinə quldur, şan şöhrətə quldur, pula quldur, nəsə bir şeyə quldur. Qul deyiləmi heç kim deyə bilməz. Hər kəsin qul olduğu bir şey var. O telefondan əl çəkə bilmir. Quldur da kölə olub artıq. TikTokda məsələn. İstəyir özü, istəyir əl çəkmək, istəyir əl çəkə bilmir. Bəli. İndi bəziləri deyir, mən iradəm var, mən hürəm falan. O da mütləq ki, nəsə aciz olduğu bir nöqtələr var. Bil ki, o iki yolcu biri muti qanun ilahi, birisi də asi və həvaya tabi insanlardır. O yol isə həyat yoldur ki, aləm ərvahdan gəlib, kabirdən keçər, axirətə gedir. Hər birimizin həyat yoldur. Ruhlar aləmindən gəlirik, qəbirdən keçir, axirətə gedir. Cənnət və ya cəhənnəm. O çanta və silah isə ibadət və təqvadır. İbadət nədir? İbadət çantadır. Bəli, deyiləni elə, qadağalardan çəkin. Sənə lazım şeylər deyiləni eləməkdir demək. Qida kimidir. Məsələn, namaz qidadır, hə? Məsələn, qidadır, həm də silah da təqvadır. Çəkinmək. Demək ki, sən qadağalardan çəkinmirsənsə, o qadağa olunan şey əslində düşmən kimidir, sənin hücuma gəlir, səni yaralayır. Məsələn, spirtli içki içməkdən deyir çəkin Allah. O əslində bir düşməndir. Taqva nədir? Çəkinməkdir. Allah deyir mən çəkinməliyəm, azından da çəkinməliyəm, bir damcı belə çəkinməliyəm. Niyə? Sən çəkinməsən artıq. Çəkinmək onu vurmaqdır da, elə bir silahdır. Sən çəkinməsən, o səni zədələyəcək demək. Orada zaten deyirik, orada düşməni məğlub eləmək. Demək, içkini içmək böyük bir düşməndir. Spirtli içkini içməkdən söhbət gedir. Və yaxud nəsə başqa bir günah deyək də. Avtomat kimi düşünürük. Məsələn, qala da bir silahdır da. Yəni bu növdəndir. Hə, çəkinmə, hə. Qala, tahassun eləmək deyirik. Yəni sığınma. Döyüş, qalxan da deyə bilirik. Hə, qalxan da deyə bilirik. İbadətin səndən zahiri bir ağırlığı var. Baxmayaraq ki, ibadətin zahiri bir ağırlığı var. Fakat sırf cismani mənada deyir, deyirəm. Hə, fakat mənasında öyle bir rahatlıq və xəfiflik var ki, tarif edilməz. Çox sən rahatsan, deyirsən qəlbimə elə bir ağırlıq, üstümə ağırlıq çöküb. Sən ibadət eləyəndə artıq o ağırlıq üstündən götürülür elə bir. Niyə rahatsan? Tarif edilməz. Çünki abid namazındadır. Abid nədir? Qul nədir? Abiddir. İbadət nədir? Qulluğu eləməkdir. Çünki abid namazındadır. Əşhədü ən la ilahə illallah. Yəni Xaliq və Rəzzaq. Ondan başqa yoxdur. Xaliq nədir? Xəlq eləyən. Hər şey yaradan, meyvələri yaradan, ağacları, günəşi yaradan, mənzilləri yaradan və Rəzzaq. Ruzi verən. Xaliq və Rəzzaq ondan başqa yoxdur. Zərər və mənfəət onun əlindədir. Zərər və fayda vermək onun əlindədir. O həm hakimdir, abəs iş yapmaz. Boş iş görməz. Həm rahimdir. İhsanı, mərhəməti çoxdur. Rahim nə deməkdir? Şəfqətdir. Sənə şəfqət edən, ihsan edir. Daimən sənə ikram edir. Mərhəməti çoxdur. Deyə etiqad etdiyindən hər şeydə bir xəzinə-i rəhmət qapısını bulur, dua ilə çalar. Niyə rahat imiş insan ibadət edən?
Çünki əşhədü ən la ilahe illallah. Əslində əşhədü ən la ilahe illallah nə deməkdir? Allahdan başqa ilah yoxdur. İlah deyəndə həm Xaliq da odur, Rəzzaq da odur, Rahim olan da odur, Hakim olan da odur. Nə deməkdir? Xəlq eləyib, ruzini verib, çox mərhəmətlidir, rahatam. çox hikmətlidir. Nə deməkdir? Xaliq odur, demək hər şeyi o xəlq edir zaten. Xeyir də, şərri də o xəlq elib. Rəzzaq nədir? Zaten bizə hər şeyi, ruzini verir. Ruz dediyimiz bütün yaxşı gözəlliklər. Rahimdir deyir yəni. Şəfqətlidir zaten. Rahat oldu artıq. Çünki bizə mərhəmət edir. Mən niyə qorxum ki? Hə. Həm də hakimdir. Boş iş yapmaz, boş iş görməz. Hikmətlə eləyir. Etdiyi hər şey hikmətlə eləyir. Deyilən eləməsəm qorxaram onu. Ha, deyilən eləməsən qorxasan belə. Niyə? Çünki sən artıq əmrdən çıxmısan. Onun varlığını bəs qəbul eləməsəm, bilməsəm. Keç birinci sözdə. O birinci sözdədir. Bu artıq burada inanan bir insandan danışır. Allahın varlığını qəbul edən. Rəhmət qapısını bulur, dua ilə çalar. Görür ki, Allah Rahimdir, Rəzzaqdır, Hakimdir, Xaliqdir. Artıq bunu bildi. Artıq yönünü də bilir. Nə etmək lazım? Deyir ki, o qapını tapdı, dua ilə o qapını çaldı. İstəyir yəni. Çanta ilə dua ilə çalmaq arasında bir əlaqə. Çanta əslində namazdır deyək ki, məsələn, orucdur və yaxud nə deyə bilərik buna? Zəkat verməkdir və s. Rəzzaqdır. Sən Rəzzaq qapısını çalırsan elə bil ki onda. Sonra nədir? Hakimdir, hikmətlidir, sən o qapını çalırsan. Rahimdir, rəhmət qapısını çalırsan. Bəlkə namazda əslində bu mənaların hamısı var. Allaha tam yönəlmək namazlandır. Həqiqi mənasında təfəkkür, onu düşünürsən. Orada böyük bir yönəlmə var Allaha. Rahimdir bizə, bol nemətlər. Çantada qida var idi. Bax, çantada qida var idi. Əskər də onu yeyib doyurdu. Burada namazda nə var ki, onu yeyib? Ruhun qidası var namazda. Sən ruhun daima ehtiyacdır, qidaya ehtiyacı var. Tənəffüs, nəfəs almağa, ruhunun həm də nəfəs almağa ehtiyacın var. Nətər ki, ağciyərimizin bizim havaya ehtiyacı var. Mədəmizin suya ehtiyacı var, qidaya ehtiyacı var. Elə də bizim ruhumuzun da namaza ehtiyacı var. Mən namaz qılmıram, amma heç nə ehtiyac hiss eləmirəm, rahatam. Yemək yeməyim kimi narahatam. Bəzən insanda bir xəstəlik olur. Məsələn, yeməsə belə aclığını hiss edə bilmir. Ola bilər ki, insan ruhunu, qəlbini o qədər yaralayır ki, günahlarla, Allahın əmrindən çıxmaqla, qəflətlə sən ruhu çox yaralayırsan, artıq sən o ehtiyacı hiss eləyə bilmirsən. Amma birdən-birə sən yemirsən, məsələn, o xəstəliyin ağrısını da hiss eləmirsən, birdən sən elə bir əziyyət verir ki, tam səni ölümə aparır. Bu da sən bu ehtiyacını hiss eləmirsən, bəzən deyirsən ki, mən bilmirəm, amma sən düşünməlisən, görürsən ehtiyacını. Çox məmnun yer başımı qatıram deyirsən. TikTokla sən zaten əslində o yaranın üstünü hiss eləmirsən də, o yaranı hiss eləmirsən. Kimi əziyyət çəkirəm, baxıram, ona görə TikToka, işə, bu kimi şeylərə verirəm. Sonda da insan böyük bir həlakəti görür onda. Nətər ki, yeməyəndəki həlakət var ha. Bundan da sən ruhunun o ehtiyacını boş-boş şeylərlə doldurursan əslində. Niyə? Çünki çantam yoxdur. Yəni o çantanı sən Allahın buyurduğu şeylə doldurmalısan. Cismimizin ehtiyacı dediyimiz kimi, qidası olduğu kimi, ruhumuzun da ehtiyacı ibadətdir və qadağalarından da çəkinmək. Qadağalarından çəkinmək silah deyiləm. İkisi də ibadətdir. Çanta və silahla getsə əgər, çanta Allahın buyurduqlarını eləmək olsun, silah da qadağalarından çəkinmək olsun. Çünki silaha taqva deyir. Taqva çəkinməkdir. Rəhmət qapısını bulur, dua ilə çalır. Həm hər şey kəndi Rabbisinin əmrinə müsaxxar görür. Bəli. Onun əmrinə tabe olur, boyun əyir. Müsaxxar. Tam elə görürəm, doğru. Hər şey sənin Rəbbinə, əmrinə tabedir. Kim qaldı ortada? Sən qalmısan tabe. Nə tabedir? Məsələn, kainatda nə tabedir ki? Günəş onun əmrinə boyun əyir, görürsən. Başqa. Dənizlər onun əmrinə boyun əyir, yerlərindən daşmırlar. Kürələr, planetlər hamısı onun əmrinə boyun əyir. Nizamla, intizamla. Sən də boyun əyməyin onun dediklərini eləməkdir. Çünki onlar hər biri deyiləni eləyir. Sən də boyun əyməyin deyiləni eləməklərdir. Əslində bizə deyiləni eləməklər çox asandır və qarşılığı da çox böyükdür. Bir şəhərdə nə qədər intizam, nizam çox olsa, o şəhərdə sən o qədər rahatsan, əmniyyətlisən orada. Çünki artıq bilirsən ki, hər kəs də tabe olacaq, qanuna, qaydaya tabe olacaq. Orada bir problem yaşamırsan. Hətta bəzi dövlətlərdə var, o qədər nizam intizamlı ki, heç kim olmasa belə sən piyada keçidindən məsələn, piyada üçün yaşıl işıq yanmadan keçmirsən. Onda bu cür şəhərdə qanunları pozmaq o qədər də təhlükəlidir. Qanunları pozmaqdır, bəli. İçdən narahat olacağam yəni. Yəni o padşahın hər yerdə səni nəzarət edən əsgərlər var. Mən gəlbə-gəl görsəydim ki, bir şəhərdə qayda-qanun o qədər çox görünmür. Mən biraz rahat qayda-qanun, keyfim istəyən kimi yaşayardım. Onu görsən ki, amma hər yerdə kameralar və hər şey, istisnasız hər şey qanunlara riayət edir. O şəhərdə qanunlara riayət eləmədikcə daha çox əziyyət çəkəcəm. Məncə ikisində də sən əziyyət çəkirsən. Bir şəhərdə qanunlara hər kəs əməl etmirsə, öz başınalıq varsa bir şəhərdə, sən də öz başına olacaqsan.
Amma özbaşınalıqlar həddi yoxdur axı. Tamam, Hamı tamam. bir-birinin qarmaqarışıqlığı. Bu kainatda nizam intizam çoxdur yoxsa azdır? Nizam intizamı hər birimiz görürük. Yəni hər şey nizam intizamlandır. Amma doğru. sən nizamsız intizamsız görsən, deyəsən nizamsız, amma hamısı da sənin üstünə gəlir. Yenə də hamısı sənin üstünə gələcəksən. Niyə? Çünki nizamsızsa bir anda günəş mənim başıma düşə bilər və bir planet, bir meteoroid mənim başımı yara bilər. Onun qorxusu yoxdur, onun dəhşəti daha böyük dəhşət, acı verir ona. Bu tərəfdən də yenə nizam intizamı görürsənsə, sən də nizam intizamı əməl etməlisən. Abi biz əgər iman edən adamıqsa, əgər biz iman edən adamıqsa, Elhamdülillah. nizam intizamı görürük kainatda. Görürük. Amma başqa bir yerdə deyir müəllif ki, ibadət eləyən adam görür əslində bu nizam intizamı. İbadət eləmədikcə Kainat da ibadət etməz görür. Kainatın ibadətini ibadət eləyən görür deyir. Bəli. Yəni kainatın ibadətin nəyini? Qulluğunun nizam intizamını, Bəli. Əmrə boyun əydiyini. Əmrə boyun əydiyin, əmrə boyun əyən görür. Demək ki, Dərs oxumayan bir adam da deyil, çalışmayan bir adam. Elə hamını avara kimi görür, elə özü kimi. Elə düşünmək istəyir hamını. Bir yerdə bir qanuna tabe olmursansa, sən orada artıq heç kim elmirsən, heç kim tabe deyil də. Onun tabe olmağında ciddi almırsan zaten. Pozmazsan. ağlayan adam hamını belə ağlar görür, gülən adam hamını gülər görür. Gülər görür. Nisbətində ağlayışı, gülüşü nisbətində. Həm hər şey kəndi Rəbbinin əmrisinə musaxxar görür. Rəbbisinə iltica edər. Allaha yönələr artıq, Rəbbinə yönələr. Təvəkküllə istinad edib hər müsibətə qarşı təhassün edər. Təhassün nədir? Qalasına sığınır, Allahın qalasına sığınır artıq. İmanı ona bir əmniyyət-i tammə verir. Tam bir güvən. Tam bir güvən verir. Nə dedi? Əşhədü ən la ilahə illallah dedi. Bu qədər bir rahatlıq oldu. Bütün o təhlükələrdən sən bir qalaya sığındın. Bütün ehtiyaclarını da artıq verə biləcək biri var. Evet, hər hakiki həsənat kimi cəsarətin dahi mənbəyi imandır. Ubudiyyətdir. Hər hakiki həsənat kimi, yəni hər gözəllik kimi cəsarətin dahi mənbəyi imandır. Cəsarətin mənbəyi nə imiş? İman imiş. Və ubudiyyətdir. Allah qulluqdur. İman bildim, yəni Allah var deyə sən rahatsan. Niyə ibadətdə deyə biləcək? Bayaqki mənada sən artıq cəsarətli olursan, heç nədən qorxmursan. Niyə qorxmursan? Çünki deyiləni eləyirsən, sığınacaq da bir qalan var artıq lazım gələn. Deyiləni eləməsən qorxarsan ki, bəli. Yəni şəhərdə işıqforların hamısından basıb keçsən, radarların hamısına basıb keçsən, içində bir qorxu var ki, gələcəkdə bu cərimədən başqa da mənfi nəticələri çox böyük ola bilər. Hər seyyiat kimi, yəni hər pislik kimi cəbanətin dahi mənbəyi dəlalətdir. Qorxunun da mənbəyi imansızlıqdır, dəlalətdir. Günahlarda getmək. Niyə qorxursan? Çünki nə sən qayda qanuna tabisən, nə də başqaları tabidir. Artıq hər kəs səni əzə bilir. Sənə az bir güclü səni əzə bilir. Məncə çox qorxuludur. Səndən nə qədər güclülər var belə baxsan. Kainata baxsaq bizdən nə qədər güclülər var maddi olaraq. Adam bir virus çıxanlar da qorxur. Kiçik bir virus bizdən nə qədər güclüdür. Çünki intizamsız da Allahın əmri altında deyil ona görə. Və yaxud günəş intizamsızdır. Meteoroidlər, göy cisimləri. Soruşsan adam iman eləyib ha. Yəni ikinci sözü oxumuşuq əslində, iman eləyib. Amma ibadət eləməyən görmür də bunu. Bir növ qəflətlə o örtülür də göz. Təcrübədə belə, nəzəriyyədə əslində görməlidir. Yəni həqiqi imanda nədir sən? Yəni bir zaten sən Allahı tanımısansa, iman etib deyirsənsə, o tanınan zat sən bilirsən ki, səcdə edilməyə layiqdir, şükür edilməyə layiqdir. Onun bir qadağasından sən çəkinməlisən əlbəttə ki. Yəni sən bilirsən ki, filan kəs çox böyük hökmdardır, çox ədalətlidir və ədalətsizlik eləyəndə cəzasını verir. Sən orada heç ədalətsizlik eləyərsən, haqqa girərsən başqasına. Eləsəm də çox qorxaram. Sən bir də onun hər yerdə əsgərlər var bilsən. Nə qədər sən bunu rahat eləyə bilməzsən. Amma biz Allah hər yerdə hazır, nazir bizi görür, biz onun huzurundayıq daima və iman etdik deyirik. Amma məsələn günahları rahat işləyirik, ibadətlərimizi heç birini eləmirik. O çağırır, biz yox deyirik də hal dilimiz. Tam münəvvərül qalb bir abidi, qəlbi tam nurlanmış bir qulu. Kürə-i arz bomba olub patlasa, ihtimaldır ki, onu qorxutmaz. Niyə? Çünki bilir ki, hakimdir, hikmətsiz iş görməz və hər şey Rəbbisinin əmrisinə musaxxardır. Onun kontrolundadır. Hər şey onun kontrolundadır. O şəfqətlidir, hikmətlidir. Rəhmətlidir. Özü də qanunlara riayət elədiyindən, məsələn, sabah ölüm gəlsə, qorxarsan yoxsa yox? Hər şeyin yeri yerindədirsə, niyə qorxursan ki? O da bir mərtəbədə başqa bir yerə keçid. Məsələn, böyük bir sən mərhəmətli padişah düşünsən, prezident düşünsən, hər şeyi sən bunu bilirsən də, hikmətsiz iş görmə, çox mərhəmətlidir, rəayətinə çox yardım eləyir, hər birinin hər bir ehtiyacını görür. Görürsən ki, bir şəhəri partlatdı. Sən burada narahat olmazsan da, deyəsən ki, bundan daha qəşəng demək ki, şəhəri görür də. Heç vaxt ondan bir pislik görməmsən ha. Onu qorxutmaz. Bəlkə xarika bir qudrət-i samedaniyeyi, ləzzətli bir hayrət ilə seyr edəcək. Qiyamət qopsa bir mömin nə qədər təsir eləyər? Allahın başqa isim və sifətlərini anlayıram burada. Xarika bir qudrət samedaniyə, onun qudrətin, heç bir şeyə ehtiyac olmayan qudrətin ləzzətli bir hayrət ilə seyr edəcək. Heyrətlə sən seyr edəcəksən. Yəni sən bilirsən ki, bizə hər yerdə
bizə vurğulayır ki, bu qədər möhtəşəmdir və biz onun əmrinə tabe oluruq. Yəni bu qədər möhtəşəm yıxır demək qat-qat möhtəşəm birini gətirir də sən. Əslində bu adama heyrətlənir ki, gözümüzün önündə nə qədər möhtəşəm şeylər yıxılır, xarab olur. Və bilirik ki, bundan daha möhtəşəmləri gələcək. Sən onu rahat, çox səbirsizlə gözləyirsən ki, görəsən yerində nə gələcək. Bir heyrətlə seyr edir. Yerinə gəlməsə belə onun yıxılmağı özü sənə nəyisə... Onu da bir qüdrət-i samədaniyə deyirik də. Onun qüdrətini seyr edirsən. Amma davamında bilirsən də, bilsən ki, yıxılsa yerinə heç nə gəlməyəcək, biraz insan narahat olur. Amma bilirsən ki, yerinə daha yaxşı gəlir. Yıxılmaq da bir mənada onu da anlayırsan, yəni. Onu da anlayırsan, hə. Onu soxmalıyam da. Fakat məşhur bir münəvvərül akıl denilən kapsiz bir fasıq filosof isə. Münəvvərül akıl? Ağıl nuru ilə gedir də bu adam. Qəlbi heç düşünmür, deyir, filosofdur. Əslində burada münəvvərül akıl denilən. Bu ifadələri qəşəngdir. Elə deyir də, yəni. Yəni başqalarının ağlı nurlanmış deyir. Hə. Həqiqətdə elə də deyil. Amma əslində nədir? Fasıq bir filosofdur. Fasıq bir filosof isə gökdə bir quyruqlu yıldızı görsə, yerdə titrər. Acaba bu sərsəri yıldız arzumuza çarpmasınmı? Deyir, evhama düşər. Normalda həqiqətdə elədir də, sən heç bir əmrə tabe deyilsə o, göydə bir ulduz tərpənsə, əlbəttə ki, sən başına düşə bilər. Yerdə bir virus tərpənsə də yenə sən başına düşə bilər də. Sərsəridir, hə. Heç kimə tabe deyil. Yəni bu mənanı bir filosof, bir ibadət eləməyən fasıq bir adam bu mənanı hər an hiss edir əslində. Hər an bu quyruqlu yıldızlardan yerdə də var, göydə də var da. Sən başına düşüb başı dağıda bilər. Bir vaxt belə bir yıldızdan Amerika titrədi. Çoxları gecə vaxtı xanələrini tərk etdilər. Yəqin ki, belə bir hadisə Amerikada olub. Evet, insan nihayətsiz şeylərə muhtac olduğu halda. Və burada bizim artıq hər bir insan vicdanla bunu bilir. İnsan nihayətsiz şeylərə muhtac olduğu halda. Muhtacıq deyil. Məsələn, ciyarlarımızdakı alivə olan muhtacıq yoxsa yox. Hər an muhtacıq. Ona gələn havaya hər an möhtacıq. Əslində o qədər rahat gəlir, biz onu hiss eləmirik bəlkə də, amma hər an möhtacıq ona. Gözümüzü qırpmağa hər an möhtacıq. Nə qədər şey sayırıq da burada. Qida falan, nəfəs və s. Yaşamaq, o qədər arzular, istəklər, insan əbədiyyət, sevdiklərlə bərabər olmaq. Evet, insan nihayətsiz şeylərə muhtac olduğu halda sərmayəsi heç hökmündə bir şey. Bu dəqiqə məsəl üçün havaya ehtiyacımız var. Havanı biz əldə eləyəcək sərmayəmiz var yoxsa yoxdur? Əslində yoxdur. Sadəcə gəlib deyə heç düşünmürük. Hə. Bir yerdən pul çox gələndə artıq bir yerdən sonra o pulu göndərəndə unudursan gəlir də. Amma pul deyil də, əsas məsələn əbədiyyət ehtiyacı var, xoşbəxtlik ehtiyacımız var da bizim. O sadəcə pul deyil yəni. Hər kəs pul deyil deyə əslində. Bu bir trend olub da, puldur bizim ehtiyacımız. Pul deyil, bizim əbədi ehtiyaclarımız var. Bizim qəlbimiz əbədiyyət istəyir, bizim qəlbimiz sevdiklərimizlə bərabər olmaq istəyir. Bu qəlbin rahatlığı yoxdur, o heç nəyə dəyişilməz. Evet, insan nihayətsiz şeylərə muhtac olduğu halda sərmayəsi heç hökmündə bir şey. Həm nihayətsiz müsibətlərə maruz olduğu halda iqtidarı heç hökmündə bir şey. Virus müsibətdir sənin üçün böyük, əgər iman eləməsən. Virusa qarşı gücümüz nə qədərdir? Bütün dövlətlər toplandı koronada. Nə qədər amma yəni ziyanlar oldu yenə də. Hər kəs qarşısında aciz olur da etiraf edirlər ki, biz qarşısında acizik. Demək ki, bəzən də balaca bir şeyin qarşısında bütün dövlətlər, güclər toplansa da iqtidarımız ona yetmir bizim, gücümüz ona yetmir. Adeta sərmayə və iqtidarı dairəsi əli nərəyə yetsə o qədərdir. Fakat əməlləri, arzuları və ələmləri və bəlaları isə dairəsi, gözü, xəyali nərəyə yetişsə və gedincəyə qədər genişdir. Bizim xəyalımız hara qədər gedir? Ta qalaktikaları gəzir də. Bizim ehtiyaclarımız əslində o qədərdir. Amma gücümüz nə qədərdir? Əlimiz çatan qədər. Çox qısadır da, yəni arzularımızın, istəklərimizin qarşısında bizim gücümüz, iqtidarımız çox zəifdir. Lap ən məsud həyatı yaşa dünyada. 80 yaşa. Hara qədər? Amma arzumuz, hər kəs vicdanla deyir ki, 80 il deyil ki, mənim arzum 80 il deyil. Milyon ildirsə yenə çox istəyirsən. Azdır. İşte bu dərəcə aciz və zəif, fakir və muhtac olan ruhu bəşərə ibadət, təvəkkül, təvhid, təslim nə qədər azim bir kar, bir saadət, bir nimət olduğunu bütün kör olmayan görür, dərk edər. İbadət, təvəkkül, Allah vəkil tutmaq, vəkil tutandan sonra təvhid, bir, sadəcə onu vəkil tutursan, təslim, ona təslim olursun. Bu 4 dənə bir-birinə əlaqələndirmə çətin olsa deyim. Məsələn, niyə ibadət dedi, sonra təvhid birinci deyərdim mən olsaydım. Onun burada ibadət birinci deyir. Hər adam bir hikməti var. Əmr olunan elə yavaş-yavaş bunlar düzələcək. Hə, o sırası ilə insanların əksəriyyəti əslində əmr olunanı eləyərək. Başda yavaş-yavaş toparlanır insan. Hə, mənaları elə anlayırlar. Namazı başlayırsan, oruç tutursan, hətta bəziləri görmüşəm 1-2 il Ramazan orucunu tutur, məsələn 3-cü il namaza başlayır. Uzun bir şeydə namaza başlayır. Sonra yavaş-yavaş davam edir də, yəni təfəkkür. Və sıra olaraq düşünməyə də bilər ya, 4-ünü eyni anda düşünürlər. Hə, yəni birini yazmalı da birincisi.
Hə. Dördündə alt-alta. İbadət deyiləni eləmək, qadağalardan çəkinmək. Deyiləni eləyən anda həm də Ha, təvhiddir. Deyiləni eləyən anda həm də sən nədir? Təvəkkül. qəlbin rahat şəkildə Onu vəkil tutursan, deyəni. eyni anda. Aha. Həm də təvhid. Birini dedin elə. Yalnız biri çağır. Xaliq və Rəzzaq ondan başqa yoxdur. Tamam. Bəli. Və təslim. Təslim nədir? O rahimdir, hakimdir deyirsən hə məsələn. Məsələn bax deyir Xaliq və Rəzzaq ondan başqa yoxdur. Bu nədir? Bu əslində şeydir. Bu təvəkküldür da, hə? Xaliq və Rəzzaq həm də təvhid abi. Həm də təvhiddir, bəli. Həm də o deyirsən rahimdir, hakimdir. Abes iş yapmaz. Bu təslimdir də artıq. Sən ona təslim Abes ol. iş yapmaz, bəli. Çünki sən Boş iş hakimiyyəti görməz. və rahimiyyətini gördün ki, abi. Əslində ibadətin mahiyyəti bir olan, hikmətli olana təslim olursan sən elə bil. Hə, təslim. Təvhid nə deməkdir? Bir Ona deməkdir. uyğun addım atırsan. Onu vəkil tutursan və sonra. Hə. Nə? Hər şeydə o sən, boruyan odda sən, müdafiə edən odur. Sən ibadət eləyərək o üçün də eləyirsən sən. İbadətin içində o üçün. İbadət eləyərək sən həm onu vəkil tutursan, həm də ona təslim olursan. Zaten ibadətdə vahid, təvhid. Birinin dediyini eləməlisən. Qulluq nədir qul? Kölə nədir? Yəni sən qarşı çıxa bilməzsən də. çıxa bilməz. Deyib eləməlisən. Burada da deyirsən eləyirsən, amma qəlb rahatlığından bir təslimiyyətlə eləyirsən. Onu da vəkil tutursan. Bütün deyir kör olmayan bunu dərk eləyir. Biraz düşünən əslində bunu dərk eləyə bilirmiş. Bu qədər ehtiyaclarımızın yanında bu bizə lazımmış. O ən başda dediyimiz ibadət nə böyük ticarət və saadətdir. Saadət olduğunu görürük, bəli, rahatsan. Sonra da kardır da. Sən nəyinədin ki? İbadətin zahiri bir deyir 4 oqqalıq bir ağırlıq var da. Hə, qazanc. 2 qıya o 4 oqqa bu nəsə də. Hə, rahatsan dünyada və Hə, axirətdə. qazanc nədir? Sən dünyada və axirətdə əbədi rahatsın, qəlbin rahat, ruhun rahat. Məlumdur ki, zərərsiz yol, zərərli yola vələv 10 ehtimaldan 1 ehtimal olsa tərcih edilir. Normalda onda 1 ehtimal olsa belə sən zərərsiz yol seçərsən. Bir nəfər desə ki, filan yolda getsəniz zərər olacaq sizə. Hələ tanımadığımız biri belə deyəndə bizə ki, filan yolda uçurum var, getməyin. Onu bir ehtimalla belə olsa biz o yoldan qayıdırıq. Desə ki, filan yolda da amma xeyir var məsəl üçün. Qızıl paylayırlar. Biz o dəqiqə gedərik. Amma heç tanımadığımız biri desə belə ora gedirik də. Yəni 100-də 1, 1000-də 1 ehtimalda belə biz gedirik. Nə 10 ehtimal. Halbuki məsələmiz olan übudiyyət yolu, ibadət yolu. Bizim danışdığımız məsələ. Zərərsiz olmaqla bərabər nə zərər var ki ibadətdə? Ondan 9 ehtimal ilə bir səadət əbədiyyə xəzinəsi vardır. Əbədi bir səadətin xəzinəsi var. Ondan 9 ehtimalla. Özdə bunun belə boş adamlar demir də. Sən özündə hiss edirsən. Bir də bunu səndən əlavədə, səndən əvvəldə nə qədər milyonlarla adam deyir. Deyənlər də ki, nə qədər ciddi zatlardır. Diskotekada başını gic eləyəndə, TikTokda orada burada oynayanlar deyil də. Bunu deyənlər haşa. Ciddi bir insanlar da. Əsərlərini oxusan, biraz dərk eləsən deyərsən, nə mənalardır, nə böyük insanlardır. Fısk və səfaət yolu isə hətta fasiqin itirafı ilə dahi, hətta o yolda gedənin özü etiraf edir. Mənfaatsız olduğu halda ondan 9 ehtimallə şəqavət əbədiyyə həlakəti bulunduğu. Yəni əbədi işgəncə, cəza. Böyük bir həlakətdir bu. İcma və təvatür dərəcəsində hadsiz əhli ixtisasın söz sahiblərində, bu yolda söz sahiblərinin və müşahidənin, yəni əhli müşahidənin, bu işi müşahidə edənlərin şəhadəti ilə sabitdir və əhli zevkin və kəşfin ixbaratı ilə mühaqqaqdır. Tam həqiqətini təşkil edir. Tam bu işdə mütəxəssislərin deyə keçir. Hə. Hətta yəni sən nəinki böyük ağıllı zatlar, bu işdə gedənlər özləri belə dünyada nə qədər biz etiraflarını eşitmişik ki, məni qumar yıxdı, Sərdar Orsas məsələn deyir, məni qumar yıxdı deyir o boyda adam. Kimsə razı deyil ki o yol. Hə. Biri deyir məni siqaret yıxdı, biri deyir məni zaten narkotik nəşə, nə qədər evlər yıxır, qumar nə qədər, içki nə qədər ailələr dağıdırdı. 5-10 il sonra özləri də etiraf edirlər zaten. Bugünkü gənclər bəlkə də onu bilməyə bilər, amma o gün gənc olan bu günün qocaları ona etiraf edirlər də. Xəstəxanalarda nə qədər var ki, bunu etiraf edirlər. Özləri etiraf edirlər. Yəni bir video görüntü var, rahat görürsən. Məsələn, 50 il əvvəlki aktyor aktrisalara baxırsan, xoşbəxt görünürlər. İndi yaşlı vəziyyətlərini, o çəklərə, düşlər xəstəlikləri görsən. Bir çoxu da zaten o günahlardan gələn xəstəliklərdir da, yəni. Sadəcə elə dünyəvi zərərlərin mən deyirəm. Onda 9 dedi. Mən buna diqqət eləməmişəm. İbadət eləməyən onda 9-u imansız gedəcək. Bəli. Əlhasıl, xülasə. Axirət kimi dünya saadəti dahi ibadətdə və Allaha əsgər olmaqdadır. Öyle isə biz daima elhamdülillahi alə taati və təvfiq demeliyiz və Müslüman olduğumuza şükür etmeliyiz. Yəni biz normalda meyvəyə şükür edirik, günəşə şükür edirik. Amma kimin ağlına gəlir ki, Allah bizə ibadəti əmr elədiyinə görə şükür edək. Ən böyük zaten nemətdir. Çünki bu ən böyük nemətdir. Bununla sən rahatlaşırsan, dünyada da səadət tapırsan. Kimin ağlına gəlir bu? Eləyənin ağlına gəldi. Buna görə şükür eləmək. Ha da əsl məna odur da aslında. Meyvədən sən nə qədər məna ala bilərsən? Maddədən üstündür da məna zaten. Sağ ol Şah. Sağ ol. Qurtardı elə abi.